Bu hissədə isə bizə ünitə 1-ə aid olan öyrəndiklərimizi tətbiq etmək üçün çalışmalar verilib. Hər çalışmaya aid izah verəcəm. Complétez, présentez-vous. Complétez tamamlayın deməkdir. Présentez-vous özünüzü, sizi, yəni özünüzü təqdim edin. Présentez təqdim edin. Bir daha oxuyuram. Complétez, présentez-vous. Tamamlayın, özünüzü təqdim edin. Par exemple, məsələn, bonjour, je suis Catherine Deneuve. Salam, mən Catherine Deneuve. Digər nümunələrdə də bonjour, je suis yazaraq, həmçinin də şifahi şəkildə deyərək cümlələri tamamlamağa çalışırıq. Dördüncüdə isə burada verilən adların yerinə öz ad soyadımızı qoyub yazırıq, tamamlayırıq. 2. Complétez selon le modèle. Modelə uyğun, modelə görə, selon görə deməkdir. Tamamlayın. Complétez selon le modèle. Modelə uyğun tamamlayın. Par exemple, məsələn, Jean Borel, français, professeur. Bizə verilən məlumatlar bunlardır. Jean Borel ad soyaddır bildiyiniz kimi. Fransız milliyyətidir, fransız, professor, müəllim deməkdir. Təqdimatı bu şəkildə yazırıq. Bonjour, je suis Jean Borel, je suis français, je suis professeur. Salam, mən Jean Boreləm, mən fransızam, mən müəlliməm. Digər sözləri də tətbiq edərək tapşırıqları yazırıq, tamamlayırıq. Sözləri tələffüz edib tərcüməsini qeyd edirəm. Başlanğıc olduğu üçün bunları qeyd edirəm, amma daha sonralar siz çalışın ki, sözləri Google Translate-dən və ya digər mənbələrdən istifadə edərək tərcüməsini özünüz tapın. Hətta tələffüzlərinə səsli şəkildə qulaq asın ki, insanın özü axtarıb öyrəndiyi şeylər də daha yaxşı yadda qalır. Kanji Takashi, japonais, chimiste. Japonais, Yapon, chimiste, kimyaçı. John White, anglais, étudiant. Anglais, İngilis, étudiant, tələbə. Biplo, marsian, astronot. Marsian, Marslıdır, Mars planetindən gələn, obrazlı şəkildə verilib bu kitabda. Astronot, kosmonavt. Activité 3. Quelle est leur nationalité? Onların, yəni burada verilən insanların milliyyəti nədir? Quel hansı deməkdir? Quelle est leur nationalité? Leur isə onların milliyyəti nədir? Regardez l'exercice numéro 2 et répondez. Tapşırıq 2-yə baxın, regardez baxın deməkdir. Tapşırıq 2-yə baxın, et répondez və cavab verin. Répondez, cavab verin. Vous êtes français, Jean? Oui, je suis français. Jean, siz fransızsınız? Bəli, mən fransızam. Deməli, bu çalışmanı edərkən tapşırıq 2-dəki milliyyətlərə əsaslanacaq. Gördüyümüz kimi burada da Jean'ın milliyyəti fransız göstərilib. Ona görə də o təsdiqlə cavab verir. Bəli, mən oui, je suis français. Bəli, mən fransızam. Vous êtes chinois, Kanji, siz Çinlisiz? Non, je suis japonais. Kanji'nin milliyyəti isə japonais idi, yəni Yapon idi. Non, je suis japonais. Xeyr, mən Yaponam. Digərlərini də o şəkildə tamamlayacaqsınız. Belge, Belçikalı deməkdir. Quelle est leur profession? Onların professiyası, sənəti nədir?
Yeri gəlmişkən e isə dir, durdur deməkdir, dir üstü 4 deməkdir. Növbəti ünitələrdə être feilini, yəni ingilis dilindəki to be feilini keçəcəyik. Créer des dialogues selon le modèle. Selon le modèle, modelə uyğun deməkdir. Modelə görə dialoq sözü aydındır. Créer yaradın. Créer des dialogues selon le modèle. Modelə uyğun dialoqlar yaradın. Par exemple, məsələn, quelle est leur profession? Demək, onların peşəsi nədir? Burada iki peşə təqdim olunur, soruşulur. Birini seçib, istənilən birini seçib cavab veririk. Jean, vous êtes professeur ou étudiant? Jean, siz müəllimsiz, yoxsa tələbə? O nə demək oldu? Yoxsa və ya je suis professeur. Activité 5. Trois voyageurs de nationalités et de professions différentes se présentent. Imaginez. Voyageur səyahətçi deməkdir. 3 səyahətçi, different müxtəlif, 3 müxtəlif milliyyətdən və peşədən olan səyahətçi özünü təqdim edir. Imaginez, təsəvvür edin deməkdir. Burada məsələn bir neçə sadə cümlə yaza bilərsiniz. Par exemple, il s'appelle John. Onun adı Johndur və yaxud da yaxşı olar ki, bunları elə özümüzü onların yerində təsvir edək. Birinci şəxsin dilindən, məsələn, mən işlədərək yazaq. Par exemple, je suis John, mən Johnam. Je suis anglais, mən ingilisəm. Je suis chimiste, mən kimyaçıyam. Yəni öyrəndiyimiz söz bazası əsasında 3 milliyyət və 3 professiya, sənət, peşə təsəvvür edib yaza bilərsiniz.